Salam değerli izleyiciler, hər birinizi xoş gördük. Bugün möhtəşəm bir villa ilə sizin qarşınızdayım. Yerləşir Mərdəkanda, Bravo Marketin arxa tərəfində yeni təmirdən çıxmış, tam əşyalı, hazır, dediyim kimi dizayn əsasında təmir olmuş bir villadır. İndi mən burada bütün otaqları, hər bir şeyi, hər bir detalı sizin nəzərinizə çatdıracağım. Hal-hazırda villanın həyətindəyik. Nəzərinizə çatdırım ki, sənədləri qaydasındadır, çıxarış, yəni kupça var. 3 sotda tikilib, onu nəzərə çatdırım. Həyətdə gözəl baseynimiz var. Yəni hər bir şey nəzərə alınıb, onun diqqətinizə çatdırım. Giriş qapımızdır. Burada manqalni, dediyim kimi hər bir şey tam olaraq nəzərə alınıb. Mənzilin içərisində də, çölündə də, fasadda da gözəl rənglərdən istifadə olunub. Dediyim kimi zövqlə təmir olunub və təmirdən də sonra yaşayış olmayıb. Keçək, vaxt itirmədən mən sizə içərisini göstərim. Sizdə və ona kimi kanalımıza abunə olmağı, videonu bəyənməyi və bu gözəl villa haqqında fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Buradan daxil olduqda bizi qonaq otağı qarşılayır. İçərisi də çox genişdir, onu nəzərə çatdırım. Döşəmə, ilk öncə onu qedim. Qranitli üstü döşəməklə təchiz olunub. Möhtəşəm rənglərdən istifadə olunub. Hər bir şey bir-birini tamamlayır. Bura dediyim kimi qonaq otağıdır. Bütün əşyalar var. Divan, kreslo, bu hissədə 8 nəfərlik masamız yerləşdirilib. Konsener, burada güzgü yerləşdirilib, buralar. Mərkəzdə gözəl böyük lüstrumuz, spotlar, gizli işıqlar hamısı hazırdır və girişdə, yuxarı hissədə yenə burada da lüstr asılıb. Bu hissədə TV stand yığılıb. Televizorumuz var, sağ və solda yenə aksesuarlar qoymaq üçün yerlər nəzərə alınıb. Onlar da yerləşdirilib, dediyim kimi hər şey hazırdır. Dizayn uyğun tablolardan istifadə olunub, divarda gözəl lepka işləmələri görürsünüz. Girişdən daxil olduqda burada bir şkafımız var, divar içi paltar, ayaqqabı yerləşmək üçün yerlər nəzərə alınıb və burada gəldikdə üzböz pilləkanın altı da şkafdır, bu güzgülünün arxası. Güzgülərdən ümumiyyətlə girişdə çox istifadə olunub. Bu hissədə sağdımız, yenə divarda gözəl işləmələri görürsünüz. Yuxarı hissədə də dediyim kimi girişdən solda qonaq otağıdır. Artıq buranı göstərdim sizə. Və girişdən gəldikdə sağ tərəfdə mətbəx yerləşir. Gəlin onu ilk öncə göstərim sizə. Ölçüsü də çox genişdir, rahatdır və burada təbii ki üstü döşəmədir. Yeni mətbəx belə yığılıb görürsünüz. Tam axıra kimi də yuxarı hissələr də şkafdır. Bütün texnika ilə təchiz olunub. Soyuducumuz, sobalar, qaz peçi, aspirator, masamız da yerləşdirilib burada hazırdır. Və buradan da yenə vitraj pəncərə, həyətə görünüşü, çıxışda var bu hissədə. Yenə qonaq otağında olan işləmələr burada da davam etdirilib. Mərkəzdə də gözəl lüstrumuz var. TV, internet çıxış isə burada nəzərə alınıb. Birinci mərtəbədə bir sanitar qovşağımız var. Yəni oranı göstərin sizə. İçərisi də çox genişdir. Bütün aksesuarlar hamısı qoyulub hazırdır. Duş, gözəl moydadırımız. Unitaz, yəni hər bir şey tam hazır vəziyyətdədir. Maraqlı teksturalı qranitlərdən istifadə olunub. Bura isə birinci mərtəbədə yerləşən yataq otağıdır. Ölçüsü də yaxşıdır. Təxmini 15-17 kvadrat olar. Yəni burada tam hazırdır. Taxtımızın arxası yığılıb, quppa, sağ və sol güzgülərdən istifadə olunub. Buralar yerləşdirilib. Gözəl də taxtımız var və burada da deməli işıqlandırmada lüstrdən istifadə olunub. Pərdələr hamısı asılmış vəziyyətdədir. Keçək, mən sizə göstərim ikinci mərtəbədəki otaqları, sonra qiymət barədə və digər məlumatları bir daha nəzərinizə çatdıracağım və bu hissəni göstərim. Burada böyük lüstr yerləşdirilib, ölçü olaraq möhtəşəmdir. Gözəllik verir bu villaya. Burada deməli bizim nəyimiz var? 4 ədəd yataq otağımız var. İkisi bu sağda, 2 ədəd solda və bir də əlavə sanitar qovşaq var. Gəlin bunlar da ümumi olaraq göstərim. Bura bir yataq otağıdır. Gözəl fotoboy. Burada isə ümumiyyətlə otaqlarda hər birində fərqli rənglərdən istifadə olunub. Dediyim kimi hamısı da tam hazırdır. Buradan da həyətə görünüş var. İndi o tərəflərdən də hamısını göstərəcəm sizə. Bunun yanında mənzilin ikinci sanitar qovşağı yerləşir. Ben de göstereyim. Vanna gözəl moydadır. Yəni burada da hər bir şey
tam hazır vəziyyətdədir. Buradan eyvana çıxış var. Həyətdə də gözəl görüntüsü var. Göstərim ümumiyyətlə. Buradan isə keçirik mənzilin digər yataq otağına. Dediyim kimi, hər otaqda fərqli rəng tonlarından istifadə olunub. Hər şey də bir-birinə uyğunlaşdırılıb, yəni gözü yormur. Gözəl lüstrumuzu görürsünüz. Yenə fotoboy, gözəl taxtımız və buradan da böyük eyvana çıxış var. Gəlin oranı da göstərim sizə. Burası çox genişdir. Bura rahat masanızı yerləşdirə bilərsiniz, əyləşə bilərsiniz və buradan da ümumi görüntünü nəzərinizə çatdırım, göstərim sizə. Bir sözlə hər bir şey hazırdır. Ətrafda villalardır. Yəni tam yaşayış olan ərazidir. Keçək mən digər otağı göstərim, sonra qiymətini nəzərinizə çatdırım. Burada isə yerləşir digər yataq otağı. Buranın ölçüsü digər yataq otaqlarından ölçü olaraq böyükdür. Yəni valideyn yataq otağı kimi istifadə edə bilərsiniz. Yəni otaqların möhtəşəmliyini görürsünüz. Super təmir, gözəl dizayn. Əks tərəfdən də göstərim. Yəni təkrara yol vermirəm, artıq hər şeyi görürsünüz. Sadəcə ümumi olaraq görüntünü sizin nəzərinizə çatdırıram. Burada belə divarda güzgümüz də var. Belə mən demək olar hər şeyi sizə göstərdim. Mənzilin məlumatlarını bir daha nəzərinizə çatdırım. Yerləşir Mərdəkanda, Bravo marketin arxasında yeni təmirdən çıxmış və təmirdən də sonra yaşayış olmamış 2 mərtəbəli 6 otaqlı 220 kvadrat ölçüsü olan bir villadır. 3 sotda tikilib, sənədlər də qaydasındadır. Hər bir şeyi və gördüyünüz şəkildə satılır. Bütün əşya, mebel, texnika, hər bir şey qalır və bu start olaraq da qiymət 580 min manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.